Salam, əziz və hörmətli Azərbaycan xalqı, sizi Mingəçevir şəhərindən, Nur şəhərindən salamlayıram. Sizə bu, bu gözəl Şəhidlər Xiyabanını təqdim etmək istəyirəm. Hamınız yəqin ki, məlumatınız var Mingəçevirdən. Və Mingəçevirdə tarixi abidə qoyulubdur. Onu da sizlə tanış edəcəm və burada qardaşlarımızın hər zaman sizlərdən xahişim odur ki, cəsədi olmayan, yəni ki, qardaşlarımızı hər zaman ziyarət edəsiniz. Çünki onların cəsədi yoxdur, məzarlıqları yoxdur. Onların ruhu daha da şad olması üçün hər zaman onları ziyarət etmək lazımdır. İnşallah ki, bunu hamımız bacaracağıq bir yerdə. Natiq Qasımov, məqamın ucu olsun milli qəhrəmanımız, bilirsiniz ki, əlindən bayrağı yerə qoymayan və bütün düşmənlərimizlə necə döyüşdüyünün məlumatınız var. Allah hər birinin məqamını uca eləsin. Başda Natiq qardaşımız lövhəsini görürsünüz var və cümlə şəhidlərimizin hər biri bizim üçün milli qəhrəmandır. Əlbəttə ki, onlar unudulmazlardır. Gəlin hər zaman onları saygı ilə, sevgi ilə onları salamlayaq, onların ruhu şad olsun deyək. Allah onların ruhu önündə bizləri xalq olaraq utandırmasın inşallah. İlahi amin. Qazi qardaşlarımıza can sağlığı versin. Gözlərin, əllərin itirən qardaşlarımız, nəinki iç orqanlarını itirən qardaşlarımız, Allah hər birinizin canınızı sağ eləsin və 200 mindən artıq veteranlarımız ki var, qardaşlarımızı qucağına alıb, qazi qardaşlarının çiyninə alıb, gətirib arxa cəbhədə qoyub yenidən döyüşə atlanıb, beşillərlə səngərdən çıxmayan qardaşlarımız, Allah məqamınızı uca eləsin. Şəhidlərimiz və onların hamısının necə deyərlər, səbəbkarı və onlara hörmət edən, saygı ilə qardaşını, nəşini, yaralı qardaşını, qazimizi çiyninə alıb, qucağına alıb şəhidini arxa cəbhəyə qoyub, yenidən döyüşə atlanan veteran qardaşlarım, sizlərə də salam olsun. Qardaşlarınızın hamısını sizlərə göstərmək üçün Şəhidlər Xiyabandayıq və hər birinizin çiyin-çiyinə döyüşdünüz şəhid qardaşlarımla sizlərlə tanış edirəm və sizin adınızdan cümlə qardaşlarımızın məqamın uca olsun deyirəm. Allah xalqımızı qorusun, elimizi, obamızı qorusun, bir daha xalqımıza pis günlər göstərməsin, sülh içində yaşayaq, əmin-amanlıq içində yaşayaq. Gördüyümüz bütün işlər hamısı xalq üçün, millət üçün olsun, dəyərli xalqım. Və sizə dediyim kimi bu abidəni göstərmək istəyirəm, əziz və hörmətli bacı qardaşlar. Mən təklif edərdim ki, bütün rayonlarımızda, şəhərlərimizdə bu cür yəni abidə qoyulsun. Çünki tarix heç bir zaman unudulmamalıdır. Və mən buradan Mingəçevir icra başçı İlham İsmailova minnətdarımı, təşəkkürümü bilirəm və bu yolda əziyyət çəkən hər bir qardaşlarımıza təşəkkür edirəm ki, usta sənətkar qardaşlarımız bu zəhməti çəkiblər, xiyabanımızı sarıblar, əziyyət çəkiblər. Çox möhtəşəm bu işləri görüblər. Allah hər birindən razı olsun. Əziz və hörmətli bacı qardaşlar, sonsuza qədər onları yaşatmaq bizlərə düşür. Azərbaycanlıların soyqırımını sizlərə birinci, ikinci, üçüncü lövhələrdə tariximizi göstərmək istəyirəm ki, bax bu tarix unudulmaması üçün bu cür lövhələr qoyulmalıdır bütün şəhərlərdə. Gördüyünüz kimi 1667-ci ildən 1828-ci ildə bizim başımıza gələn soyqırımlar hər kəs görsün, bilsin, məlumatda olsun, tarixi heç vaxt unutmayaq. 1828-ci ilə qədər bizim başımıza oyunlar açıblar dünyada. Yəni Rus çarı, Rus dövlətdə başımıza oyunlar açıb erməni düşmənlərimizlə bərabər əlbəttə ki, bizlərə zülm ediblər. 1828-ci ildən 1920-ci ilə qədər olan
soyqırımıdır. Hamısını görün. Və 3-cü lövhəmizdə 1920-ci ildən 93-cü ilə qədər olan lövhə də görürsünüz. Budur tarix və deportasiya. Və mən təklif edərdim Mingəçevir icra başçısından ki 4-cü dövr, yəni 93-cü ildən, yəni ki 25-ci ilə qədər də burada bir bax bu elə istiqamətdə bir abidəsi, güşə bu cür qoyulsun ki, yəni bu bizim inşallah ki son həyatımızda, son tariximizdə belə bir qanlı olaylar yaşanmamızı görək, yəni ki, o da yaddaşlarımıza yazsın və çox xahiş edərdim ki, bu haqda düşünülsün. Çünki həqiqətən bu çox vacibdir. 4-cü dövrün başımıza gələn soyqırımlar, müharibələr. Yəni buna görə mən bir daha Mingəçevir şəhər icra başçısına minnətdarımı, təşəkkürümü bildirirəm. İlham İsmailov yoldaşa minnətdarımı bildirirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də çox mən qürur hissi ilə deyirəm ki, bax belə Şəhidlər Xiyabanını bu cür görmək istəyirəm hər tərəfdə və gördüyünüz kimi onların adına şəhidlərimizin ruhu şad olsun, ağaçlar əkilməsi, bunların güllər əkilməsi bu çox möhtəşəmdir. Bəzi ağaçların quruması ilə əlaqədar yeni ağaçlar əkilibdir. Allah razı olsun, sağ olsunlar. Bütün ictimaiyyətə təşəkkürümü, minnətdarımı bildirirəm. Allah xalqımızı qorusun, əziz və hörmətli bacılar, qardaşlar. Millətimin dəyərli övladları, Allah hər birinizi qorusun. Bugün 7 noyabrdır. Bizim də Zəfər günü ilə əlaqədar tədbirlər olacaq Respublikada və hər kəs bu günü 5 ilin tamam olduğunu hamımız bilirik. 7-sində keçirilən tədbirlərin hər birinə uğurlar arz edirəm xalqımıza və minnətdarımı bildirirəm. Və gəlin əziz və hörmətli bacılar, qardaşlar, bir yerdə bir qardaşlarımızın ruhuna bir Fatihə surəsi oxuyaq və onlara ərmağan edək. Cümlə 37 min şəhidimizin ruhuna salavat zikr eləyək. Allahümmə səlli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdubi veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ey güzel xalqım. Allah xalqımızı qorusun, millətimizi qorusun, dövlətimizin ali başkomandanı Cənab İlham Əliyev sizi qorusun və bütün nankörləri, xalqımızın içərisində olan, dövlətimizin içərisində olan xainləri, xalqa çalışmayan məmurların, bax bu şəhidlərin ruhu onları bağışlamaz inşallah. Biz də bağışlamayacağıq, Allah da onları bağışlamayacaq. Kim ki haram bu qardaşlarımızın haqqına girir, ailələrinin haqqına girir, vətəndaşının haqqına girir, hamısının inşallah ki cəzası Allah tərəfindən veriləcək və Cənab Prezident İlham Əliyev hökumətimizin başçısı, dövlətimizin başçısı inşallah ki hamısının cəzasını verəcəkdir dövlət səviyyəsində. Allah xalqımızı qorusun. Var olun dəyərli dostlar. Yeni görüşlərimizdən inşallah başqa şəhərlərimizdə sizlərin hər birinizi bir daha salamlayıram, minnətdarımı bildirirəm. Xahiş edirəm bu çəkilişə baxıb, bəyənib, paylaşım edəsiniz ki, hər bir vətəndaşımızın xəbəri olsun belə gözəl xiyabanlıqlardan. İnşallah Allah sizi qorusun. Gördüyünüz kimi mən bu sonunda bu sözü demək istəyirəm ki, Mingəçevir şəhərinin tam mərkəzi küçəsində inşallah ki, bu gözəl, möhtəşəm Şəhidlər Xiyabanını sizə təqdim edirəm. 8 noyabr Zəfər günümüz, bugün də ayın 7-si. Allah sizləri qorusun xalqım, dəyərli millətim. Var olasınız.